İnsan özünü axtarır. O axtardığımız şey nədirsə, biz onu tapandan sonra sakitləşməliyik də. İnsan özünü dərk edəndən özünə bir həmdəm axtarır, bir qoşasını axtarır, bir tayını axtarır. Biz nəyinsə, hansısa daha böyük bütünün bir parçasıyıq. Bu növbəti bir fərqindəlikdir. Dənizə düşən damcı da dəniz olur. Bu möhtəşəmdir. Həqiqət qabaqda deyil, dərindədir. Biz deyirik ki, insan nə axtarır? Əslində insan Allahı axtarır. Düşdüyün quyulardan dərin olacaqsan. Yusif olmaq budur. Çox bağışlayan, çox mehriban Allahın adı ilə xoş gördük sizi, bir daha salamlayıram. Bildiyiniz kimi mövzumuz nədir? İnsan nə axtarır? Biz yaxında bir forumda iştirak elədik, üzləşmə forumunda, bəlkə bəzi dostlar da oradaydılar. Bizim dəyərli ustadlar maraqlı bir forum təşkil etmişlər. Forumlar adətən bir dənə suala cavab axtarır. Bir sual qoyur və müxtəlif ekspertlər o sualın ətrafında danışırlar. Forumun mövzusu buydu, insan nə axtarır? Mən də orada qonaq qismində iştirak edirdim, yəni tamaşaçı qismində. Çox maraqlı söhbətlər oldu, çox faydalı söhbətlər oldu. 3 mütəxəssis hərəsi bir istiqamətdən, bir tərəfdən bu suala cavab verdilər və orada bərabər iştirak elədiyimiz dostlar ki, orada iştirak edirdilər. Düşündüm ki, onlarda belə bir sual yarandı və biz öz müzakirəmizdə də bu haqda danışdıq ki, yaxşı, bəs sizin mövqeyiniz nə olardı? Yəni, bu suala siz necə cavab verərdiniz? İnsan nə axtarır? Elə biz öz aramızda biraz müəyyən söhbətlər elədik. Biraz yox, bir xeyli söhbətlər elədik. Çünki çox fundamental, çox dərin və çox qarışıq bir sualdır əslində və ən vacib suallardan biridir. Bu suala cavab vermək də asan deyil. Yəni, mənim demək olar ki, neçə gündür bu haqda düşünürəm, kimi görürəm, soruşuram. Evdə də müzakirə etmişik, seanslarda pasiyentlərə də verdiyim suallardan biri olub. Bəlkə nəsə bir ipucu, nəsə maraqlı, fərqli bir söz filan. Və sonra o qədər bir xaotik vəziyyətdir bu sualla bağlı, insan nə axtarır. Sonra indi düşünün ki, bunu bir araya gətirmək, təlif etmək və bir seminar şəklində insanlara təqdim etmək ki, insan nə axtarır. Çox çətin, mənim indiyə qədər verdiyim təlimlərdən, mühazirələrdən demək olar ki, ən dərini, ən maraqlısı və həm də ən çətinidir bu qarşılıqlı baxımından. Amma qəşəng mövzudur. Ona görə mövzuya girməzdən əvvəl elə sizdən də bir kömək alın. Sizin düşüncələriniz bu haqda nədir? İnsan nə axtarır və yaxud insan əslində nə axtarır? Bir var insan nə axtarır, bir də var insan əslində nə axtarır. Yəni, axtardıqlarını axtararkən əslində nə axtarır? Tutalım, insan axtarır, insan pul axtarır, nə bilim, rahatlıq axtarır və s. və s. axtarışlar var da insanın. İnsan əslində nə axtarır? Sual belə də qoyula bilər. Yaxud belə də danışa bilərik. İnsan nə axtarmalıdır? Bu da alayı bir mövzudur. Yəni, bəzən insan həqiqətən yanlış şeylər axtara bilər. Yəni, ona lazım olmayan, onun ehtiyacı olmayan şeyləri də axtara bilər. Bəlkə sonda bu mövzuya da toxunmaq lazımdır ki, insan nə axtarmalıdır? Yəni, düşünməyin ki, çox unikal düşüncəmiz var və hər şeyi bilirik. İnsan özü bilir nəyə axtarır. Yox, insan bir ömür yanlış şeyləri axtara bilər. Ona görə bu mövzunun özü də maraqlıdır ki, insan əslində nə axtarmalıdır? Yəni, onun ehtiyacı nədir əslində? Biz əvvələn insan deyəndə onun bir definisiyasını, tərifini verməliyik. İnsan deyəndə biz nəyinədir? Çünki insan hissələrdən ibarətdir. İnsan nəfsi var, insan əqli var, ağlı var, insan qəlbi var. İnsan nə axtarır deyəndə biz onun hansı hissəsini nəzərdə tuturuq? Məsələn, insanın nəfsi nə axtarır? Əgər bunu belə götürsək, insan nəfsini axtarır, bəllidir. Yeyib içmək, yəni digər canlılar nə axtarırsa, insan nəfsi onu axtarır. Çox da dəhşət axtarır, bəzən digər canlılardan daha betər formada axtarır. Məsələn, siz bir ac insanı, qabaq belə bir reklam var deyə, açkən sən deyilsən, açkən sən deyilsən, həqiqətən də insan ac vaxtı görürsən ki, yəni insan qəribə bir formalar alır, qəribə bir formaya düşür, özündən çıxır, mahiyyətlə uzaqlaşır. İnsan nəfsini axtarır.
yemək, içmək, eylənmək, bu kimi şeylərdə, yəni digər canlılar nəyi axtarırsa, insan nəfsi də onu axtarır. Bir də insan ağlı var. İnsan ağlı nə axtarır? İnsan ağlının da qidası var. Bunun özü əlahiddə ayrıca dərin mövzudur. İnsan ağlı nə axtarır? İnsan beyni nə axtarır? Məsələn, deyirlər ki, insan ağlı, insan beyni heyrətlənməyi axtarır. Heyrətlənmək, heyrət ağlın qidasıdır. Heyrətlənmək, qəşəng heyrətlənməkdə. Məsələn, bizim Peyğəmbərimizin duasında da var ki, ilahi heyrətimi artır. Bu maraqlı bir zövqdür. İnsan biləndə, yeni bir şey öyrənəndə, məsələn, düşünək ki, siz burada indi mühazirə ərzində maraqlı bir şey öyrənsəz ki, sizi heyrətləndirən bir şey, insan beyni qidalanır. Bu çox gözəl bir şeydir. Yeni bilgilər öyrənəndə insan beyni qidalanır. İnsan beyni, insan ağlı davamlı olaraq heyrətlənmək istəyir. O çox maraqlıdır. Bir neçə dəfə isnad etmişəm. İqbal Lahori mütəfəkkir var. Onun bir qəzəli var. O qəzəliyyatla, öz şeirlərindən çox fəlsəfi fikirlər yaradır. Onun məşhur bir qəzəli var. Miladi Adəm. Adəmin doğuluşu. Mən Həzrəti Eşq kitabında bu haqda yazmışam. Adəmin doğuluşu, yəni insanın doğuluşu. Ümumiyyətlə, Lahoriyə görə kainat iki hissəyə bölünür. İnsana qədərki və insandan sonraki hissə. Lahori deyir ki, insanı yaranandan sonra kainat tamamilə dəyişdi. Nəyə görə? Çünki insan deyir, axtaran varlığı idi. Hətta orada qəzəldə deyir ki, şeir dilindən, deyir ki, Allah mələklərə dedi ki, mən elə bir varlıq yaratmışam ki, dəhşət varlıqdır. Göyün pərdələrin qalınlaşdırın, bir qurtcalayan varlıq yaratmışam. Hər şeyi qurttalamağa gəlib də, bu hər şeyi bilmək istəyəcək, hər şeyi öyrənmək istəyir və öyrəndiklərindən də zövq alır. Ona unikal bir həzz verir deyə dayanmır. Dayandı, getdi, yoxdur, belə şey yoxdur. İnsan ağlı heyrət axtarır, heyrətlənmək istəyir və elə məşhur belə bir fikir var, deyir, heyrət varsa, hafizə var. Bizim heyrətləndiyimiz, bizi heyrətləndirən şeyi yaddaşımıza vururuq. Yaddaşımız onu daha çox yadda saxlayır. Məsələn, siz bura gələndə küçədə bir çox şeylər görmüsünüz bəlkə, maşınlar, insanlar, filanlar, heç biri soruşsa yadınızda deyil. Onda beyin monoton rejimdə çalışır. Bir də beynin fokus rejimi var, heyrət rejimi var. Əgər siz gələndə yolda məsələn qeyri-adi bir varlıq görmüşdünüzsə, məsələn şəhərin içində fil görmüsünüzsə, güman ki dayanmısınız, o yadınızda qalacaq. Sizdən soruşanda nə gördünüz? Belə eksperimentlər var, araşdırmalar var. İnsanları filan yerdən filan yerə qədər piyada getmələrini istəyirlər. Sonra onlardan soruşurlar ki, yolda nə gördünüz? Onlar iki şeyi xüsusilə qeyd edirlər. Bir onları heyrətləndirən şeylər, bir də onlara maneçilik yaradan şeylər. Məsələn, maşın çıxdı, qabağımı kəsdi, nə bilim, o məni belə itələdi və s. və s. İnsanı heyrətləndirir. İnsan ağlı onu heyrətləndirən şeyləri axtarır və heyrət ağlın qidasıdır. Bu gözəl bir şeydir, yəni. Bir də insan qəlbi var, insan ruhu var. Ümumilikdə insan deyəndə nə nəzərdə tutulur? Mahiyyəti var, insan mahiyyəti. İnsan nə axtarır? Bizim mövzumuz budur. Nəfsin axtardığı deyil, onu zaten bilirik. Ağlın axtardığına da işarə etdik. İnsan qəlbi nə axtarır? İnsan şəxsiyyəti, ruhu nə axtarır? Məsələn, bu haqda da dediyim kimi çoxlu yanaşmalar var. Tutalım, psixologiyada ən maraqlı yanaşmalardan biri ki, Jung, buna Carl Gustav Jung çox mənəviyyatlı bir psixoloq idi. O deyir ki, insan özünü axtarır. İnsan özünü axtarır. İnsan pərakəndə şəkildədir, dağılmış şəkildədir. Özü haqqında insanın sistemli bilgisi yoxdur. Böyük insanlar da belədir, bizim özümüz də beləyik, bu yaşa gəlib satır. İnsan özü haqqında dəqiq bilgiləri yoxdur. Mən kiməm? Bu bir ömür davam edən bir prosesdir. İnsan özünü axtarır. İnsan başqalarında da özünü axtarır. Ünsiyyətlərində də əslində özünü axtarır və s. Bir cavablardan biri budur ki, məsələn, Jung deyirdi ki, insan dağılmış varlıqdır da, onun bir üzü var, persona deyirdi buna, bir kölgəsi var, gizlin tərəfi var, arxetipləri var insanın,
bütün bunları birləşdirəndə insan çıxır ortaya. İnsan həyatı boyu bunu axtarmağa çalışır. Və yaxud təsəvvüfdə, maraqlı cavablardan biri təsəvvüfdədir. Deyirlər ki, insan yol axtarır. Yəni, bilirsiniz nədir? Məsələ, o axtardığımız şey nədirsə, biz onu tapandan sonra sakitləşməliyik də. Məsələn, uşaq ağlayır, ona başın qarışdılar, oyuncaqlar verirlər filan. Bu acıb da, bu axtardığı bir şey var. Ona ana südü verəndən sonra o sakitləşir də, o ağlamağı kəsilir filan. Yəni, hardan bilək ki, bu şeydir bizim axtardığımız, biz onu tapanda bir aramlıq gəlməlidir. Bayaq dedizə, aramlıq, bir sakitləşmə gəlməlidir. Təsəvvüfdə deyirdilər ki, insanın axtardığı, insan yol axtarır. Yəni, insan bir yolda olmalıdır. Maraqlı bir yanaşmadır da. İnsan bir yola girməyincə, nə qədər ki bir yolda deyil, təvatündədir, gərgindir. Amma bir yola girəndən sonra, artıq mən düşdüm də yola, insan rahatlayır da, başlayır stabil formada getməyə o yolu. O ki, Həmd surəsində var, İhdinə sıratal müstəqim, bizi doğru yola hidayət elə. Bu, sanki insanların dilindən deyilmiş bir şeydə. Bizi doğru yola, insanın ən vacib duası budur, istəyi budur. O qədər böyük bir ehtiyacdır ki, bu Həmd surə, Fatihə surəsində Allah bunu salıb ki, bizi doğru yola hidayət elə ki, hidayət doğru yolda olmaq, hidayət olmaq həm də aramlıq deməkdir. İnsan sakitləşmək istəyir, insan yolu ilə bütünləşir. İnsan yolunda olanda aram olur, sakit olur. Bu, Sinan Cananın danışdığı təməl axtarışlardan biri də qətiyyətdir. Sinan Canan deyir ki, insan həm də əminlik axtarır. İnsan qeyri-müəyyən cavablar, qeyri-müəyyən yollar, dəqiq olmayan yollar onu qane etmir. Ona görə davamlı axtarır, ta əmin olduğu, doğruluğundan əmin olduğu bir yolda olanda aramlaşır. Bir filosof var, bir psixoloq var, psixiatr daha doğrusu. 20-ci əsrin ən tanınmış psixiatrlarındandır, psixoloqlarındandır və çoxlu gözəl, dərin fikirləri var. Psixologiyaya da böyük töhfələr vermiş. Wilfred, İngiliscəsi daha dəqiq belədir, Wilfred Bion adında mütəxəssisdir və onun bu sahədə çox danışdığı dərin söhbətlər var. Gördüm ki, bütün bu yanaşmaların içindən mənə daha yaxın olan yanaşma budur. Elə dedim ki, bunun üzərindən bir danışaq. Bion deyirdi ki, 20-ci əsr psixiatrdır və dünyasını da dəyişib. Hətta psixoanalizin Sakratı deyirlər ona. Sənin üçün deyirəm, maraqlı olaraq araşdırmaq. Çox, yəni, dili qəliz, düşüncələri, fəlsəfi olan bir psixiatrdır. Fəlsəfi yanaşmaları olan bir psixiatrdır. Bionun yanaşması buydu ki, o deyir, insan özünü dərk eləyəndən sonra o başa düşür ki, o anlayır ki, mən nəyinsə tayıyam. Tay bilirsiniz nədir? Məsələn, ayaqqabının bir tayı. Və yaxud, məsələn, bolt qayka var. Bolt qayka, bunlar bir-birinə taydılar da, yəni bu bununla birlikdədir. Məsələn, qayka olmadan bolt nəyə lazımdır, bolt olmadan qayka nəyə lazımdır. Bunlar bir-birinin eynisi yox, tayıdırlar, tamamlayan bir şeydirlər. İnsan başa düşür ki, mən tək deyiləm. Qəribə bir şeydir. Mənə bu tanış gəldi, çünki bu hisslər mənə tanış olub, özümü dərk eləyəndən. İnsan başlayır öz qoşasını, öz tayını axtarmağa. Bir tayını da, düşünün ki, bir ayaqqabı düşünün. Məşhur belə bir pritsa var, deyirlər, müxtəlif adamlara bunu nisbət verirlər. Bəziləri deyir ki, Qandi olub. Qandi bir gün qatarda gedirmiş və birdən elə olur ki, ayaqqabısının bir tayı düşür. Bir tayı düşür və hamı qalır ki, belə bu boyda qatarı saxlamaq da mümkün deyil, ayaqqabının bir tayı düşüb. Hamının diqqəti yönəlir ki, bu indi bu boyda şəxsiyyət bu vəziyyətə necə yanaşacaq, neynəyəcək, qatarımı saxlatdıracaq, neynəyəcək. Görürlər ki, sakitcə ayaqqabısının digər tayını götürdü, yaxınlaşdı və möhkəm formada o birisinin dalınca tulladı. Atdı o birisinin dalınca. Belə niyə elədin? Deyir, çünki bu mənə lazım deyil, yük olacaq, keş ayaqqabı. O tapan da bir xeyir tapmayacaq da orada.
Atdım ki heç olmasa bir nəfər yarısında bu ayaqqabını götürsün, geysin. İndi bir ayaqqabı düşünün. Əgər bir ayaqqabının, tək tay ayaqqabının şuuru olsa, o formasına zaten baxır, görür ki, mən belə qəribəyəm, elə bir ki, mənim bir tayım olmalıdır da və başlayır tayını axtarmağa. Bu bir mərhələdir. Bir mərhələdir. Mən çox dua eləmişəm bu günləri, uşaqlarla da evdə danışan dedim ki, bu ağır mətləbi, çox dərindən duyduğum, hiss etdiyim mətləbi görün çatdıra biləcəm sizə. Bu bir mərhələdir. Birinci mərhələ budur. İlkin mərhələdə insan başa düşür ki, mənim bir tayım var və başlayır o tayını axtarmağa, o qoşasını axtarmağa, bolt qaykasını, qayka boltunu axtarır sanki və başlayır axtarmağa. Burada bir neçə əlaməti var. Məsələn, 3 əlaməti var o tayın. Hardan bilək ki, bu mənim tayımdır? Hardan bilinir? Məsələn, bir neçə kriteriyası var da, əlaməti var. Birincisi budur ki, məşhur bir film var, Tarkovskinin filmi, Nostalgiya filmi var. Orada qəşəng bir fikir var, fəlsəfi fikir. Mən çox sevirəm bu fikri. Deyir ki, bir damcı başqa bir damcının üstünə düşəndə 2 damcı olmur. Bir böyük damcı olur. Bir damcı başqa bir damcının üstünə düşəndə 2 damcı olmur, bir böyük damcı olur. Deməli, birinci şərt budur, ərimək, bütünləşməkdə. Yəni, onda bilirsən ki, bu sənin tayındır. Siz birlikdə biraz böyüyürsünüz, daha başqa bir kəmiyyətə çatırsınız. İkinci məsələ nədir? İkinci məsələ elə şeydir də, komplementarlıqdır. Buna komplementarlıq deyirlər. Komplementarlıq nədir? Ailə mövzusunda da bunu deyirlər. Məsələn, deyirlər, bəylə xanım bir ayaqqabının cütləri kimi olmalıdır, bir cüt ayaqqabı kimi olmalıdır. Məsələn, sizin 2 dənə sağ ayaqqabı olsa sizdə, bu bir işə yaramayacaq da. Mənim yadıma gəlir, mənim bir xalamın yoldaşı var idi. Çox həddindən artıq saf adam idi, həddindən artıq. O qədər buna gülmüşdük, indi də yadımda qalıb. Deməli, bazara gedib, özünə ayaqqabı alır, bir çox şeylər almağa, həm də ayaqqabı alır. Deməli, 2 dənə ayaqqabı alıb, 2 dənə sağ tərəf. Onu deyirdilər ki, xalam həmişə onu danlayırdı ki, bəs sənin ayağın üstündəydi də, sən niyə onu eləsi yoxlamadan götürüb 2 ayaqqabını almışsan. Komplementarlıq nədir? Yəni, tamamlayıcı. Yəni, bunlar bir-birini tamamlamalıdır. Fərqlilik deyəndə bu fərqlilikdən söhbət gedir. Bəzən deyirlər ki, ailə mühitində də deyirlər, bəylə gəlin fərqli olmalıdır ki, birlik olsun. Eyni olanda sıxıcı olur, yorucu olur filan. Biz deyirik ki, bu fərqlilik doğrudur, amma komplementar olmalıdır. Yəni, belə fərqlilik ki, onlar bir-birini tamamlaya bilsinlər. Və üçüncü məsələ əlamət kimi, bu həmdəmin əlamətindən danışırıq da, insan özünü dərk edəndən özünə bir həmdəm axtarır, bir qoşasını axtarır, bir tayını axtarır ki, onda əriyə bilsin, onu tamamlasın və o onu böyütsün. O onu böyütsün. Məsələn, biz dostluqlara 2 cür yanaşma var da. Bir var, biz gedirik, məsələn, Luna Parka və Luna Parkda olur da qatarlar görmüsünüz, minirsiniz, qatarda başlayırsınız əylənməyə. Luna Parkdakı qatarlar qəşəngdir, amma onlar bizi bir yerə aparmır. Elə orada parkın içində, Luna Parkın içində gəzirsiniz, fırlanırsınız. Bir də var həqiqi qatarlar. Siz orada həm əylənirsiniz, qatar qəşəngdir, həm də əylənmək üçün qəşəngdir. Nə mənada? Məsələn, insanlar ən qəşəng, rahat qatarda yatırlar. Bilmirəm, görmüsünüz. Qatara minənləriniz olub. Qatar dayananda hamı oyanır. Dəfələrlə olub da bu. Hətta biz bir dəfə bunun fəlsəfəsini yapmışıq qatarın içində. Qatar gedir, hamı qəşəng, elə belə olmalıdır. O taqqatuq, yellənmə filan bəsməkan. Amma elə ki, qatar dayanında hamı durur ki, belə narahat halda. Əksinə onda rahat yatmalıydılar da. Yəni, qatar həm belədir, həm də qatar bizi, yəni qatar kimi dostluqlar bizi harasa aparır, harasa çatdırır. Yəni, böyüdür də. Bəzi dostluqlar var ki, Luna Park dostluqları kimidir. Luna Parkda, qatarda gəzirsən, sadəcə səni əyləndirir. Bəzi dostluqlar var, bəzi qoşalar var, bəzi həmtaylar var ki, sən onu tapanda görsən ki, o səni başqa istiqamətlərə aparır, səni böyüdür, səni artırır. Tamam?
İnsan belə bir varlıqdır. Mən özümü dərk eləyəndən bunu hiss etmişəm. Baxın, bir dənə qəşəng multfilm var. Siz daha çox gənclərdir, təəssüf gənclər Sovet dövründə çəkilən multikləri izləmirlər. Rus dilini bilmək lazımdır filan. Amma sizi inandırıram ki, böyük mətləblər var. Çox böyük həqiqətlər var multiklərində. Filmlərini qoyuram kənara. Sovet dövrü çəkilmiş multiklərdə balaca seriyalar deyə böyük həqiqətlər var. Məsələn, onlardan biri nədir? Mənim çox sevdiyim multfilmdir. Hav adında pişik. Baxanız olub? Hav adında pişik. Bilirsiniz də, o hav nədir? İt hav eləyir, onun adından götürülüb də. Pişiyin adı Havdır. Pişik evdədir. Həyətdə itlər hav eləyəndə pişik çıxmaq istəyir ki, elə bilir ki, onu çağırırlar. Sonra başqa bir pişik ona başa salır ki, onlar səni çağırmırlar. Onların sadəcə şey eləyirlər də, hürüşürlər, belə deyək. Çox maraqlı nüans var. Bir 10 dəqiqəlik multfilmdir. Maraqlı nüanslar var. Sonra deyir ki, o böyük pişik, balaca pişiyə məsləhət görür ki, sən deyir ki, həyətə çıxma. Həyətdə səni narahatlıqlar gözləyir də, yəni неприятности. Yəni xoşa gəlməz şeylər gözləyir. Bu da saf pişikdir də. Deyir ki, məni orada gözləyən var. Başa düşmür xoşun gəlməz şeyləri. Deyir ki, deməli, məni orada gözləyən var. Mən mütləq həyətə düşməliyəm. Düşür, başlayır onu gözləyənləri axtarmağa. Sonra başqa bir it çıxır bunun qarşısına, bunu incidir filan. Orada yenə pişik deyir, indi deyir, başa düşdüm, mən nə deyirdim, səni xoşa gəlməz hadsə. Gördün, o xoşa gəlməz. Deyir, yox, görmədim. Az qalacaqdım, mən onları tapacaqdım. Deyir, it çıxdı, mənə mane oldu. Sonra qayıdır evə. Əsas nəyə görə danışıram burada? Orada gəlir, çıxır binanın çardağında, ildırım çaxır, yağış yağır, ildırım çaxır. Orada başlayır titrəməyə, qorxur. Oradan bir dənə də balaca it balası var. Gəlir, deyir ki, sən hardasan, neyinirsən? Deyir, buradayım, qorxuram. Qorxuram, deyir ki, davay vmeysi bayatsa. Deyir, gəlmişəm ki, gəl bir yerdə qorxaq. Ən pik nöqtəsi odur. Gəl bir yerdə. Həqiqətən də bir yerdə olanda o qorxu azalır. Biraz orada birlikdə qorxurlar. Sonra deyir ki, bəs bəlkə düşək aşağı. Düşürlər aşağı, görürlər orada işıqlıdır, sakitçilikdir. Deyir, yox, burada maraqlı deyil qorxmaqda. Burada qorxu yoxdur. Gəl qayıdaq yuxarı təzədən qorxmaq. Gəl birlikdə qorxaq. Orada böyük bir həqiqət var. Yəni, insan həqiqətən də birləşəndə, mən o günləri biz birlikdə, ailə ilə birlikdə şəhərdə gəzirik. Deyirəm ki, təsəvvür elə, yollaşma deyirəm, Bakı birdən-birə bir gün səhər duraq görək ki, heç kim yoxdur. Heç kim yoxdur, yəni. Bu boyda şəhər, bu boyda evlər, hər şey sənindir də, hər şey sənindir, heç kim yoxdur. Və sən təksən. İnsan yaşaya bilər, tək tənha. Sizi düşündür, burada maraqlı məqam nədir? İnsan tək tənha yaşayamaz. Bunların heç bir ona lazım olmaz. Amma və lakin onun böyründə bir nəfər olsa, 2 nəfər yaşaya bilər. Çox da gözəl yaşayar. Böyük bir dünya da lazım deyil. Cəmi bircə nəfər olsa, bircə nəfər, xüsusən də dediyimiz olsa da, qoşan olsa, komplementarlıq olsa, yaşayarsan da, ürəklə də yaşayarsan, canla başına necə yaşayarsan. Daniel Defoe'nun Robinson Crusoe əsəri var, məşhur əsəri. Yəqin oxuyanlarınız var. Bilirsiniz, Crusoe, Robinson bir qəribə bir gəncdir, axtarış sevən, macəraçı gəncdir. Normal bir ailədədir, hər şeylər də qaydasındadır. Amma bu dəniz səyahətlərinə çıxmaq istəyir. Gəmi macəralı olur da, müxtəlif ölkələrə gedirsən, müxtəlif sahillərə yanaşırsan. Maraqlı bir səyahətdir. Necə ki, bizim bir dostumuz var, pilotdur. Məsələn, o deyir ki, mən bütün bunları ona görə qatlaşdım ki, müxtəlif şey, məsələn, gedir Barselonaya, oradan gedir başqa bir şəhərə, orada neçə gün qalırlar da, bir gün, 2 gün növbəti işə qədər. Maraqlı bir şeydir. Bu, Crusoe da bu səyahətə başlayır və bu səyahətində müxtəlif başına işlər gəlir, hətta əsir də düşür, müxtəlif bəlalar yaşayır. O səfərlərin birində ki, bir ticarət qurmuşdu, o işindən dolayı ona qullar lazım idi, işçilər lazım idi. Afrika səfərində böyük bir tufan olur və Robinson Crusoe 3 nəfər dostu ilə bir də gəmi qərq olur və yeganə xilas olan Robinson Crusoe olur, düşür bir adaya.
Bunun filmləri var, multikləri var, xeyli işlənib də. Yəni qədim klassik, həqiqətən möhtəşəm əsərlərdən biridir və bunu mütləq oxumaq lazımdır. Robinson Crusoe'nun o gəminin qalıqlarından özü üçün orada ev düzəldir, filan yaşamağa məcburdur o adada. Gəmi də sahilə gəlib və orada tapdığı şeylərdən biri də kitab olur, İncil, Bibliya kitabını tapır. Və yavaş-yavaş o Bibliya kitabını oxuyur və yavaş-yavaş başlayır insanlaşmağa. Yəni, orada mənim dediyim sujet bu formada işlənib. Və sonradan isə 25 il sonra Crusoe təsadüfən sahildə bir insan tapır. Onu da cümə günü tapdığı üçün adını da qoyur cümə. Nə deyirlər ingilis dilində cüməyə? Friday. Cümə, Azərbaycanda cümə. Cümə adında bir dost tapır və onu yaradır özü üçün. Cümənin heç bir ünsiyyət bacarığı yox idi, dil bilmirdi filan. Görün nə qədər o qoşa nə qədər vacibdir, ünsiyyət nə qədər vacibdirsə, Crusoe bütünlüklə bunu yoxdan yaradır. Ona dil öyrədir, mədəniyyət öyrədir filan, deyir ki, bu mənim dostum olsun da, mən tək olmayım. İnsan belə bir varlıqdır. Belə bir axtarışla yola çıxır, öz tayını tapsın, öz yoldaşını tapsın. Amma bu ilkin mərhələdir. Sonraki mərhələdə Boltla Qayka bir-birini tapandan sonra, bir-birinə qovuşan, bağlanandan sonra onlara yeni bir fərqindəlik gəlir. Onlar başa düşürlər ki, biz tamam bir-birimizi tapdıq, amma biz bir bütünün, bir böyük bütünün bir parçasıyıq. Biz sadəcə Bolt Qayka öz-özlüyündə bizim heç bir mənamız yoxdur. Tamam biz bağlandıq bir-birimizə. Sonra bunlar başa belə bir fərqindəlik gəlir ki, deyəsən biz bütünün bir parçasıyıq. Məsələn, hansısa motorun Bolt Qaykasıyıq, hansısa masanın mı, nəyin mi, nəyinsə, əsas məsələ budur, nəyinsə fərqindəlik gələndə konkret gəlmir də, belə gəlir. Alatoran vəziyyətdə ki, biz nəyinsə parçasıyıq. Biz özümüzdən ibarət ola bilmərik. Axı, bağlandıq, bir dərdə dəymədik, qoşalaşdıq, bir şey olmadı. Biz nəyinsə, hansısa daha böyük bütünün bir parçasıyıq. Bu növbəti bir fərqindəlikdir. Məsələn, Bion deyirdi ki, bu psixiatr deyirdi ki, əslində qoşalaşma lazım deyil, şərt deyil ki, mütləq insan olsun. İnsan öz bir ideya ilə də qoşala bilər, bir qoşalaşa bilər, bir işlə də qoşalaşa bilər, bir əşya ilə də qoşalaşa bilər. Necə ki, dediyimiz kimi də Crusoe məsələn Bibliya ilə, bir kitabla qoşalaşmışdır. Amma bu birinci mərhələdir. Məsələn, Bion tam bura gəlib çatmırdı. Bion deyirdi ki, amma bir şeyi mən anladım ki, öz araşdırmalarımda insanın axtarışı bitmir. İnsan öz qoşasını tapandan sonra da axtarmağa davam edir. Niyə? Çünki dediyim kimi, mənim yanaşmam budur ki, Bolt Qayka birləşəndən sonra bunlar başa düşürlər ki, biz özümüzdən ibarət ola bilmərik. Daha böyük bir şeyin biz bir parçasıyıq. Daha böyük bir bütünün bir parçasıyıq. Yoxsa təhlükəli olur. Yoxsa itmə ehtimalı var, məhv olma ehtimalı var, çürümə ehtimalı. Biz nəyəsə qoşulmalıyıq. Biz nəyəsə qoşulmalıyıq. Mən qabaqlar belə bir cümlə yazmışdım, oxuyum onu sizin üçün. Dənizə düşən damcı da dəniz olur. Bu möhtəşəmdir. Dənizə düşən damcı da dəniz olur. İlahi, bizi gölməçələrdən, çalalardan, bataqlıqlardan qoru. Yəni, gölməçəyə düşməyək də. Gölməçəyə düşəndə gölməçə olur. Bataqlığa düşən lap pisi. Bataqlığa düşən bataqlıq olur. Damcı bataqlığa düşüb bataqlıq olur. Dənizə düşən damcı, bəxtəvərlikdir də o. Bütünə qovuşmaq. Dənizin qüdrəti sənə keçir. Dəniz nədirsə sən o olursan. Dənizə qovuşanda. Sonraki mərhələdə dediyim kimi insan bir bütününü axtarmağa başlayır. Görür ki, yenə bu deyil. Və qoşa bir axtarış olur. Birlikdə bir axtarış olur. Ta öz bütününü tapanacan. Yəni, böyük şəxsiyyətlər, böyük alimlər, böyük mütəfəkkirlər, mütəxəssislər, xüsusən də bir əsr bundan qabaq, qədər və indinin özündə də belə yanaşmalar var. Söz budur ki, insan o bütünü tapmayınca aram olur.
İnsan o bütünü tapmayınca sakitləşmir. O bütünü tapmaq lazımdır. Ki mən bu bütünün bir parçasıyam. Ona görə mənalıyam. Mənim çıxışlarımda demişəm, yazılarımda görmüsünüz. Bütünündən ayrı düşmüş hissələrlə bağlı. Bütünündən ayrı düşmüş hissə. Məsələn, klaviatura. Düşünün, bir insan tapır klaviatura, o insan ki, kompüterin icadından xəbərsizdir. Bilmir ki, kompüter var, bir klaviatura tapıb. Onun üçün çox mənasız görsənir də, haqlı olaraq. Yəni, həqiqətən klaviatura, kompüter yoxdursa nəyə gərəkir? Heç oynamağa da gərəkmir. Yəni, maraqlı bir əyləncə üçün də bir şey deyil. Çox mənasız bir şeydir, çox absurd bir şeydir. Amma elə ki, o bütününə qoşulur, böyük bir məna kəsb edir. Ondan kitablar yazılır, ondan proqramlar işlənir və s. və s. Düzdür? İnsan bütününə qovuşmayınca o aramlıq olmur. O sakitliyi tapa bilmir. İnsan o bütününü axtarır. İnsan əslində, dedik axı, insan əslində nə axtarır? İnsan əslində o bütünləşməyə axtarır. İnsan o damcıdır, o qovuşmaq istəyir dənizinə. O dənizə qovuşmaq istəyir. Bəli, yanlışlıqla dəniz dediyi şeylər, düşündüyü şeylər olur. Və insanın axtarışı, bax, bayaq dedik axı, nəyisə axtarır. Bir qaranlıq otaq düşünün. Qaranlıq otaqda siz əl havasına axtarırsınız kibriti ki, yandırasınız və işıq olsun. Siz o kibriti tapana qədər yanlışlıqla nə qədər şeyə toxunursunuz da. Elə bilirsən, bu kibritdir deyəsən, vurursunuz, baxırsınız, görürsünüz, yox, bu kibrit deyil, bu məsələn fincandır. Sonra yenə başlayırsınız axtarmaq. Ta o kibriti axtardığınızı tapana qədər, insan axtardığını, o bütünü tapana qədər çox şeylərə yanlışlıqla düşünür ki, mən burada bütünləşəcəm, mən burada aram olacam, amma aram olmur və sonunda o bütünü tapanacam. Məsələnin ən qəşəng tərəfi budur ki, bayaq Zəhra xanım qeyd elədi, çox gözəl yerində qeyd edib. Mən də kitablarımın birində bu haqda yazmışdım ki, mənə görə insan axtaran varlıqdır. İnsanın axtarışı daimidir. İnsan, orada forumda sual verdilər, insan nə vaxt axtarmır? Bir cavab budur ki, orada başqa cavablar verdilər, biraz anlaşılmazlıq oldu. İnsan nə vaxt axtarmır? İnsan tapanda axtarmır da. Tapanda sən artıq axtarmırsan. Amma maraqlıdır ki, insan tapanda da axtarır. Amma və lakin bu axtarış şaquli axtarış olur. Bir var üfüqi axtarış, bir var şaquli axtarış. Deyir, sevgi hər gün vurulmaqdır eyni qadına. Belə bir misra var. Sevgi hər gün vurulmaqdır eyni qadına. Bu nədir? Bu şaquli bir axtarışdır da. Sən bir insanı tapırsan, bir həqiqəti tapırsan və hər gün o həqiqəti daha dərindən kəşf etmək istəyirsən. İnsan axtaran varlıqdır. İnsan axtarışdan dayanmır. Sadəcə bu axtarış artıq konkret bir həqiqətin üstündə daha dərin bir axtarışdır. Daha dərinə gedən bir axtarışdır. Bəli. Bizim dostlarımızdan biri bir gün gəlmişdi, qonaq Rusiyada yaşayanda məni görəndə dedi ki, səni gəzməyə gəldim. Səni gəzməyə gəldim. Yəni, səndə dərinləşmək, səni daha dərindən tanımağa, daha dərindən kəşf etməyə də şaquli axtarış buna deyirlər. Mən buna çox toxunuram da, mənim bəlkə də ana təlimlərimdən biri budur. Həqiqət qabaqda deyil, dərindədir. Çox kitab oxumaq yox, bəlli kitabları çox oxumaq. Kruzo ona görə Kruzo oldu. Qoydu qabağına o kitabı, oxudu. İnanın ki, indi deyirlər, çox belə çoxlu kitablar falan. Bunlar deyil məsələ. Bəzi lazım, vacib kitabları çox oxumaq lazımdır. Həqiqət qabaqda deyil, dərindədir. Şaquli axtarır. Və tapdığımız şeylərdə, hətta o həmdəmi ki, tapmışıq həyatımızdakı insanı, onunla belə dərinləşmək, onu belə dərindən tanımaq, dərindən kəşf etməyə çalışmaq. Xilas bundadır. Yəni, çox şeylərin dalınca qaçmaq yox. Zahidlik təsəvvüfdə, İslam təlimlərində deyilən zahidlik də ki, zöhd anlayışı var da, zöhd. Zöhd
sanki azla qani olmaqdır, belə deyirlər, zöhd azla qani olmaqdır. Amma mən deyirəm ki, zöhd azla məmnun olmaqdır. Zahidlik çox təbii bir prosesdir. Mən təlimlərimdə bu haqda danışmışam, bir daha bunu qeyd edeyim, yekunlaşdıram söhbətimi. Zahidlik çox əslində təbii bir prosesdir. Bu qondarma bir şey deyil, bizə diktə olunan bir şey deyil. Biz elə başa düşürük ki, zahidlik budur. Əslində mən çox şey istəyirəm, çox şey axtarmalıyam. Amma indi Allah belə bəndələri sevir də, azla qani olan bəndələri Allah sevir. Ona görə Allah tamam da yaxşı, da mən bundan sonra azla qani olacam. Yox. Mən bir yaşıma gəldim, çatdım, başa düşdüm ki, zahidlik çox təbii bir prosesdir. Necə təbii prosesdir? İnsan ovcundakı, əlindəki, həyatındakı nemətlərin dadını dərindən çıxartsa, onları həqiqətini kəşf etməyə çalışsa, insan vaxtı qalmır ki, çox nemətə. Çox şey, insan enerjisi məhduddur, vaxtı məhduddur. Sən bu bir kitabı dərindən oxuyacaqsansa, sən gündə 50 dənə kitab oxumayacaqsan da, gündə aya, məsələn, adam var, deyir, filan kitablar oxudum filan. Sən bir kitabı dərindən oxuyacaqsansa, çox kitaba ehtiyacın olmayacaq. Bir ünsiyyətdən dərindən zövq alacaqsansa, çox ünsiyyətə ehtiyacın qalmayacaq. Biz ona görə çoxa ehtiyacımız var ki, azın dərindən qədrini bilmirik, dərindən görmürük. Zahidlik təbii bir prosesdir. Yəni, zöhddə, təsəvvüfdə insanlara öyrədirdilər ki, həyatındakı nemətləri dərindən duymaq, onun həzzini dərindən almaq. İnsan belə yanaşanda məsələyə çox şeyə ehtiyacı qalmır. Belə axtarış belə bir prosesdir. İnsan başlayır, əvvəl öz tayını tapır. Birinci mərhələdə insan başa düşür ki, mən bu dünyada bir təklik hiss eləyir, bir boşluq hiss eləyir və başlayır öz qoşasını, öz tayını tapmağa, onu başa düşən, onda əriyən, onu anlayan, onun simasında özünü görür. Uşaq vaxtı biz deyirdik, məsələn, belə bir uşaqların belə bir davası orada, mənlə heç kim oynamır. Mən çıxışlarımın birində bu haqda danışmışdım ki, bu əslində eksistensial bir narahatlıqdır, ruhani bir narahatlıqdır. Bizə elə gəlir, uşaqdır da, belə yox. Birisi o nə narahatlıqdır? Uşaq özünü bir başqası ilə tapır, kəşf edir. Yəni, onun həyatında dost yoxdursa, onunla oynayan yoxdursa, o özünü, yəni, elə bir ki, mən də yoxam. Başqa bir multikdə var, belə, günləri multiklərdən ancaq. Bir an ona baxmışsınız ya yox. Bir günləri qarşıma çıxdı, təkrar baxdım, o qədər qəşəngdir. İki, yenə deyəsən, pişiklərdir, oturublar, söhbət edirlər. Orada deyir ki, biri çox qəşəngdir, deyir ki, bu birisine deyir ki, düşün ki, bir gün təsəvvür elə ki, gördün ki, mən yoxam. Neyniyərsən? Deyir ki, səni axtararam. Deyir, yox da, sən başa düşmürsən, mən yoxam. Gəldin bir yeri, gördün ki, mən yoxam. Neyniyərsən? Deyir ki, evə gələrəm. Deyir, niyə? Deyir, çünki sən evdəsən də, deyir, sən niyə məni başa düşmürsən? Təsəvvür elə ki, mən yoxam. Neyniyərsən? Deyir, sən də məni ələ salmısan. Sən əgər yoxsansa, deməli, mən də yoxam. Bu sualın cavabı budur. Çox qəşəng. Yəni, uşağın mənlə oynamırlar davası əslində daha ruhani, dərin bir davadır. Yəni, sanki mən yoxam, mənlə oynamırlarsa, deməli, mən yoxam. İnsan bu axtarışla yola çıxır. Öz dostunu, öz həmdəmini tapır. Amma müəyyən bir mərhələdə gəlir, çatır, görür ki, bu da deyil. Bu da yetmir. Biz daha böyük bir bütünün parçası olmalıyıq, məna tapmalıyıq və o mənasında çıxır axtarışa və sizin əvvəldə xülasə dediyinizin nəticə olaraq biz gəlib çıxırıq. Biz deyirik ki, insan nə axtarır? Əslində, insan Allahı axtarır. İnsan Allahı tapmayınca aram olmur. Bu bir ifadədir Quran-ı Kərimdə. Quran-ı Kərim deyir ki, həqiqətən qəlblər Allahı yad edəndə aram olar da. Ələ bi zikrillahi tatmainnul qulub. Allahı tapanda, Allahı yad edəndə. Bu bir ifadədir, sadə bir ifadədir. Amma sanki biz bayaqdan bu ifadənin ətrafında danışırdıq da, bəzən bir ifadəni açmaq lazımdır. Bu necə olur, necə baş verir?
Niyə bu belə olur? Hə, insan onu tapmayınca həyatında o aramlığa çatmır. Qəribə bir şeydir və mən hamınıza arzulayıram ki, həqiqətən öz insan müəllifini tapsın, öz yaradanını tapsın və onu hiss etsin. Məsələ budur. Mən bir dəfə seanslarımın birində pasiyentimə bir sual verdim. Çox düşündürdü məni sual. Qəfil gələn sual idi. İlk dəfə o sualı verirdim. Çox mənə təsir elədi. Sonra çıxdım, dostlarla da soruşdum, bu sual haqqında danışdım. Deməli, dedim ki, məsələn, inanclı adamdır. Məsələn, biz bilirik ki, bizi Allah yaradıb. Düzdür, bir inanclı insan buna inanır ki, məni Allah yaradıb. Burası aydındır. Sual buydu. Məsələn, bir müdür olur, o müdürün 10 minlərlə işçisi olur. Minlərlə işçisi var, onların yeməyin vaxtında verir, maaşını verir, filan, ümumi olaraq da hamısına nə lazımdır, çatdırılı filan. Amma müdür onlardan neçəsini şəxsən tanıyır. Sualım buydu ki, sizcə Allah sizi şəxsən tanıyır? Hiss edirsiniz bunu? Ki Allah məni şəxsən tanıyır. Bu hissiyat çox mühümdür. Bu Allah görür məni. Allah məni yaradıb və mənlə bağlı bir planı var, bir fikri var, bir planı var, bir fikri var. Bu hissiyatı yaratmaq lazımdır özündə. Baxın, yanlışımız burada olur. Biz ümumi olaraq bilirik ki, Allah görür. Allah görürü biz ümumi olaraq bilirik. Məsələn, video kameralar var da hər yerdə. Oradan dövlət nə istəsə görə bilir də, yəni şey olaraq, buna deyirlər bilqüvvə olaraq, yəni istəsə görə bilər. Bu başqa bir şeydir. Bir də var ki, Allah şəxsən məni tanıyır. Bu iman olsa adamda, Allah şəxsən məni tanıyır, məni görür. Mənlə bağlı bir planı var, bir işi var. O məşhur böyük sərkərdənin sözünü mən 9-cu mərtəbəyə də salmışam İmam Hüseynin. Deyir ki, ilahi bütün bunlar mənə ona görə asandır ki, sən bunları görürsən. Bunlar hamısı sənin gözün qabağında baş verir. Yəni, bu möhtəşəm bir şeydir. İnsan fikirləşsin ki, düşünsün ki, yox, mücərrəd deyil bu. Minlərlə bəndə yaradıb, mən də onlardan biriyəm, mənim də ruzumu ümumi olaraq verir, filan filan. Yox, şəxsən məni tanıyır, şəxsən mənlə bağlı bir planı var, bir nəzarəti var. Bütün çətinliklərim, bütün sıxıntılarım da onun gözünün qabağında baş verir. Bəzən gəlirdilər Peyğəmbərin yanına. Var tarixdə belə bir nəfər gəlmişdi Peyğəmbərin yanına ki, çox sıxıntı, narahatlıq içindədir. Gəlib Peyğəmbərdən deyir, ya Rəsulullah, mənə də görüm, bu Allahdandır, yəni Allahın göndərdiyi bəladır, yoxsa mənim öz düşdüyüm bir sıxıntıdır. Bircə bunu mənə deyin, bu bəla Allah bəladır, bu bəla Allahdandır. Peyğəmbər deyir ki, hə, Allahdandır, hə, onda yaxşıdır, onda qəşəng. Allahdansa eybi yoxdur. Deyir ki, təsəvvür elə, romanlarımın birində bu haqda yazmışam, təsəvvür elə ki, quyudasan və Yusif deyilsən. Quyudasan və Yusif deyilsən. Bu çətindir də. Və quyudasan və Yusifsən, bilirsən Allahın mədədi gələcək. Amma quyudasan və Yusif deyilsən. Yaxud bu cümlə ilə bitirim çıxışımı. Düşdüyün quyulardan dərin olacaqsan. Yusif olmaq budur. Düşdüyün quyudan dərin olacaqsan, Həzrəti Yusif olmaq elə budur. Həzrət Yusuf oradan ona görə o quyudan xilas oldu ki, düşdüyü quyudan daha dərin idi. Məsələ budur. Təşəkkür edirəm məni dinlədiyiniz üçün.